ki, imtahanda oturmuşsan, sualı oxuyursan və sanki sualı zehnin qəbul eləmir. Və bütün bunlar baş verərkən, təbii ki, sən bunları aydın məsələdə görürsən və bunun bərabərində bir düşüncə də gəlir. Mən stressdəyəm indi, baş verdi bu və bu pis bir şeydir. Amma məncə bu elə bir yerlərdəndir ki, bir çox insan məhz bu yeri səhv başa düşür. Çünki stres varsa avtomatik olaraq deməli imtahan bitəcək, deməli heç nə qaydasında olmayacaq, potensialını ortaya qoya bilməyəcəksən, yaxşı yaza bilməyəcəksən və s. və ilaxır. Bir anda buna dönüşür məsələ zehnində. Amma qaçırdığın bir nüans var. Sən sənin üçün çox önəmli bir vəziyyət içərisindəsən hazırda, imtahan verirsən və bu imtahan sənin üçün yəni o qədər əslində vacibdir ki, avtomatik olaraq bədənin stres reaksiyasını verərək əslində bu prosesə hazırlaşır. Yəni, aman mən stressdəyəm və heç nə eləyə bilməyəcəm deyil də, mən stressdəyəm, çünki bədənim bu imtahana hazırlaşır. Məsələn, ürəyim çox döyünür, bəli. Çünki bədənimə daha çox oksigen getsin. Bu arada bir şeyi xatırlatmağa ehtiyac duyuram. Bu haqqında danışdığımız məsələ imtahan stresidir. Yəni, imtahandasan və stres gəlir, sənin üçün bu imtahan vacibdir, amma bu panika levelında deyil, stres levelındadır. Bundan danışırıq. Əgər sən imtahanda panika levelında, yəni imtahan həyəcanını yaşayırsansa, bu başqa bir şeydir. Bununla işləmək metodları tamam başqadır. Bunun altında çox daha fərqli mənalar dayanır. Bunların hətta mənasını sənə izah edeyim. Bəlkə sən də bax görsən də hansıdır. İmtahan həyəcanı görülməkdən qorxudur. Çünki imtahana girirsən, bir nəticə göstərirsən. Bu nəticədən bəlkə sənin bütün həyatın asılıdır və yaxud da bəlkə həyatın asılı deyil, amma bu nəticəni başqaları görəcək və bu səni çox diskomfortda hiss elətdirir. Yəni, əslində görülməkdən qorxursan və avtomatik olaraq imtahan həyəcanın o qədər çox olur ki, nəinki imtahanda müəyyən bir performans göstərmək, yazmaq, cavablamaq və s. və ilaxır, amma imtahana hazırlaşmaq belə mümkün olmur. Hər dəfə imtahanı ertələyirsən və yaxud da hər dəfə dərslərə çox gec gedirsən və yaxud da imtahanın öz müddətində panika halı keçirirsən və bu panikanı keçirəcəyini də əvvəldən bilirsən əslində. Daha çox qarın ağrıyır, nəfəsin çox sürətli olur. O qədər olur ki, sən imtahanda, o imtahan otağında o suallara ümumiyyətlə fokuslana bilmirsən. Bax, bu ciddi vəziyyətdir, fərqli vəziyyətdir, başqa vəziyyətdir və bu imtahan həyəcanıdır. Dediyim kimi, bununla işləmək qaydası, bunun ifadə elədiyi məna çox daha başqadır, çox daha dərindir. İmtahan stresi isə, yəni stres bədənin verdiyi reaksiyadır. Önəmli bir şeyə hazırlaşırsan, bir prosesdəsən və stres keçirirsən və stres səni orada qaç və ya savaş modunda əslində hazırlaşdırır səni prosesə. Məsələn, deyək ki, nəsə bir təhlükə içərisindəsənsə, əlbəttə ki, stres həmin anda keçirirsən. Çünki, məsələn, arxanca it düşübsə, qaçmaq məcburiyyətindəsən ya da həmin anda bir şey düşünmək, izlənmək məcburiyyətindəsən deyək ki, imtahanla da eyni reaksiya verir bədənin stresi olaraq. Məsələn, stresli bir şey var və bədən avtomatik olaraq qaç ya da savaş moduna girir. Bugün bundan danışırıq. Bu imtahan stresidir, normaldır. İmtahan həyəcanı isə çox daha fərqli şeylər ifadə edib imtahan stresi ilə eyni yerdə tutulmur. İmtahan həyəcanı ilə işləmək üçün burada bir link yerləşdirirəm. Həmin linkə keçid edib baxa bilərsən. Çünki imtahan həyəcanı haqqında 10 videodan ibarət, hətta bir-biri üzərinə qurulmuş 10 videodan ibarət bir proqram hazırlamışam və o proqramda imtahan həyəcanı ilə necə konkret olaraq işləmək lazımdır, imtahandan öncə, imtahan ərəfəsində və sonra necə davranmaq lazımdır, həmin proqramda danışmışam. İmtahan həyəcanı proqramın eyni zamanda şərh bölməsinə yerləşdirdiyim linkdən də keçid eləyib əldə eləyə bilərsən. Qayıdaq imtahan stresinə. Bax, imtahan stresini görən kimi əslində bununla başladım bugünkü görüşümü. Bir çox insanın qaçdığı yerdir. Yəni, stresi gördümsə, stresi görmək mənə əlavə stresi salır. Amma stressdəsən, yəni imtahandasan və stresə girirsən, o anda anlamalısan ki, bu çox normal reaksiyadır. Yəni, bir prosesin içərisindəyəm və bədən bu reaksiyanı verməlidir ki, mən ya qaçım, ya savaşım. Təbii ki, orada qaçış deyə bir şey yoxdur. Savaşmalısan, oturursan və sualları yazırsan. Ona görə mən sənə imtahan stresi ilə, bax, həyəcanı ilə yox, o başqadır, amma stresi ilə necə baş eləmək lazımdır? Praktiki yönləri nələrdir? Onu paylaşacağım hazırda. Bu səbəbdən əgər sən imtahanda yaranan stresini yox eləməyə çalışırsansa, bunu eləmə. Çünki həmin stresdir ki, əslində sənə
fokuslanmağa və imtahanı yaxşı yazmağa kömək eləyir. Əslində ilk mərhələdə bununla bağlıdır. İmtahana girdin və görürsən ki, stresslisən. Özünü panikaya salmaq əvəzinə ki, vay mənim stresim gəlir, mən heç bir sualı bilə bilmirəm, nə baş verir, nə edəcəm, kəsiləcəm mütləq demək əvəzinə stresim gəlir. Bu deməkdir ki, mənim sistemim imtahana artıq fokus olmağa başlayır, hazırlaşmağa başlayır ki, fikir ver, bu həqiqəti özünə xatırlatmaqla bir anda qorxu modundan öz güvən moduna keçə bilirsən. Buradayam, bədənim də buradadır və mən bir prosesə daxil oluram. Buna hazırlaşırsan. Əslində bu elə birinci addımdır. İkinci addım, çox insan bunu eləyir. Tamamilə sakitləşim, ondan sonra yazmağa başlayaram, ondan sonra suallara baxmağa başlayaram deyir. Xeyr, sənin bədənin artıq o stres reaksiyasını veribsə, deməli prosesi hazırdır. Eləyəcəyin şey nədir? Çox güman ki, müəllimlərin bunu artıq səndən paylaşır. Sualların üzərindən keç və gözünə ən asan görünən sualla başla. Yəni bildiyin bir sualla başla. Və yaxud da suallarla tanış ola bilərsən. O baxımdan ki, nələrinsə altından xətt çəkə bilərsən, yadında qalan şeyləri kənarda yaza bilərsən, əgər buna icazə varsa, bəzi imtahanlarda olur, bəzilərində olmur. Yəni belə eləməklə əslində sakitləşim, sonra başlayaram bu prosesə deyil də, onsuz da bədənin prosesi başlayıb. Mən də bir proseslə tanış olum. Buradayam, bir başlayım. Onsuz da başlayanda yavaş-yavaş rahat hiss eləyəcəm, yavaş-yavaş hazır hiss eləyəcəm. Bax, bu ikinci addımdır və düşünürəm ki, çox da önəmli addımdır. Çünki bir çox tələbələr və şagirdlər məhz bu addımın üzərindən keçirlər əslində. Üçüncü addıma keçirik və üçüncü addımda mənim təcrübədə daha çox şahidlik elədiyim bir nüans var. Tələbə ya da insan, məsələn, sualı oxuyur, bu iş müsahibəsinə aid sual ola bilər və yaxud da universitetlə bağlı, məktəblə bağlı suallar ola bilər. İnsan sualı oxuyur və zehni bir anda donur. Sanki hər şey birdən-birə ağardı ya da qaraldı kimi. Bu çox yayılmış bir haldır. Çox da normal bir haldır əslində. Nə ilə bağlıdır? Sənin duyğuların, düşüncələrin əslində o qədər bir-birinə qarışıb ki, o qədər həmin anda yüklənmisən ki, bu fərqli duyğu və düşüncələr ola bilər. Avtomatik olaraq zehnin sanki hər şeyi dayandırır. Bu haldır. Yəni həddindən çox yüklənməyindən yaranan bir haldır əslində bu. Çox normaldır. Eləyə biləcəyin şey nədir orada? Bunu tanımaq və tanımlamaq. Bəli, çox yüklənmişəm hazırda bu an üçün. Ona görə zehnim belə bir şey eləyir. Bu sual da belədir, keçin başqa sual oxumağa. Yəni həmin anda diqqətini yayındırmaq. Çünki bir sual oxumusan, çox güman ki, bəlkə başa düşməmisən, bəlkə nəyisə xatırladıb, bəlkə çox tətikləndiyin bir sual olub. Çünki heç vaxt yadında qalmırdı dərsin o hissəsi məsələn. Və o sualı oxuduğunda, yəni zehnin bir sanki ağ səhifə yaradır səndə. Dediyim kimi diqqətini dağıt, başqa suala keçə bilərsən, otaqda bir şeyə baxa bilərsən, əlinə baxa bilərsən, diqqətini dağıt. Sonra yenidən başqa suala keç və bu şəkildə irəlilə. Çünki niyə? Panika nəyisə yadda saxlamağı, daha doğrusu yadda saxladığımız şeyi ağlımıza gətirməyi yavaşladır, blokluyur, amma hərəkət bunu açır. Və bu hərəkət yenə deyirəm, əlinə baxmaq ola bilər, dəftərə baxmaq ola bilər, başqa suala baxmaq ola bilər. Bu şəkildə bundan istifadə elə. Bu sadə insan psixologiyası, sadə insan sistemidir. Başqa bir məsələ var. Bu da dördüncü addımdır əslində. Bir çox insan imtahan suallarını gördüyü zaman, yəni bir çox düşüncə əlbəttə ki, sənə gəlir ki, gəlmək də normaldır. Məsələn, keçə bilməyəcəm, alınmayacaq, suallar çox çətindir, niyə belə salıblar və s. və s. şəklində. Bu çox normal haldır. Bu gözlədiyimiz haldır. Burada eləyə biləcəyin şey nədir? Bu düşüncələri izləmək əvəzinə prosesi izləmək. Nə deməkdir? İmtahan verirsən və belə düşüncələr gəlib, bax, birinci ssenaridə təsəvvür elə ki, sən bu düşüncələri izləyirsən, onda heç sən yaza bildiyin sualları da yaza bilməyəcəksən. Bir də var, sən orada tanıyırsan ki, bunlar düşüncələrdir, bunların olmağı normaldır və bununla bərabər yenidən prosesə qayıtmaq, məsələn, başqa bir suala baxmaq. Yəni, düşüncələri deyil də prosesi izləmək. İmtahan suallarını izləmək, imtahanda olmaq. Bəli, çətindir, amma neyniyə bilərəm? Bəli, keçməsəm gərək, məsələn deyirəm, gərək gələn təzdən hazırlaşım, məsələn, amma bilmirik, bəlkə keçəcəksən və keçmək üçün də orada sakit ola bilməyin lazımdır. Sakit ola bilməyin üçün də prosesdə olmağın lazımdır. Düşüncələrdir, gələr, gedər, bilmirsən də necə olar, düşüncələrdir. Amma real olan şey sən və qarşındakı vərəqlərdir.
suallardır. Yəni panika ilə deyil, kağızla, o vərəqlərlə qalmağa bənzəyir bu. Bax bunlar, bu saydığım 4 addım imtahanda sənə kömək edə biləcək yerlərdir. Əgər imtahan stresin varsa. Burada yenə də bir şeyin üzərində dayanmaq və davamlı şəkildə xatırlatmağa ehtiyac duyuram sənə. Sistemin, sənin insan olaraq sisteminin imtahana stres şəklində reaksiya verməyi normaldır. Çünki bir önəmli bir prosesə hazırlaşır. Bu bizim gözlədiyimiz bir şeydir. Amma əgər sən bunun təbii deyil də daha çox problem olaraq görürsənsə, orada itirirsən əslində. Yəni sən imtahanı yaza bilmirsən, ona görə yox ki, sən stresli idin və imtahanı yaza bilmədin. Yox, amma ona görə ki, stresli olmaq səni o qədər güclü panikada hiss elətdirir ki, sən imtahanı ona görə yaza bilmədin. Çünki stres elə bir şeydir ki, stressdir də, yəni gələcək, gedəcək düşüncələrdə hələ bu hazırladığım bu 4 addımla çox daha asan olur proses, aydın məsələdir. Daha istiqaməti bilirsən. Amma bununla bərabər stres, yəni stressdir. Çox təbii, çox normal prosesdir. Ki, məncə bu sadəcə imtahan stresinə aid olan bir nüans deyil. Məncə hər stresə aiddir. Deyək ki, işə təzə girmisən və yeni insanlar var. Əlbəttə ki, stresli olacaqsan. Necə stresli olmayasan? Yəni belə bir şeyi özündən, sistemindən necə gözləyə bilərsən? Bunu bilirsən mən nəyə bənzədirəm? Yəni yemək yeyirsən və fikirləşirsən ki, bağırsaqların onu həzm eləməyəcək. Halbuki əlbəttə ki, bağırsaqların, nə bilim, mədənə düşəcək yemək və ağzından artıq o yemək həzm olunmağa başlayır. Nəinki mədənə düşməyi gözləmək. Yəni belə bir prosesdir stres. Təbii və normal prosesdir. Onunla danışmaq deyil də, onu anlayıb onunla münasibət qurmaq əslində sənin yolunu açır və bu video, imtahan stresi videosu məhz bunun haqqında idi. Amma sən görürsən ki, imtahan stresi, yəni bu haqqında danışdığım bu proses səndə çox daha fərqlidir, çox daha ağırdır. Deməli, bu imtahan stresi deyil, imtahan həyəcanıdır, hansı ki, bu performans həyəcanına bağlanır və çox daha dərindir. Bunun haqqında videonun sonunda imtahan həyəcanına aid bir videoya yerləşdirərəm və eyni zamanda şərhdə imtahan həyəcanı ilə işləmək üçün hazırladığım o nöqtəsi vergülünə qədər əslində hər şey qeyd elədiyim o proqramı da, imtahan həyəcanı proqramını da şərhə yerləşdirəcəm. Belə, bugünlük özünə yaxşı bax, gələn həftə görüşərik, gözəl həyatlar.